Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Ve alihi tahirin ve la'netullahi ala a'daihi mecma'in. Minədan ila qiyam yevmiddin amma ba'd. Biz hicrətin 6-cı ilin hadisələrindən danışırdıq və Hüdeybiyyə sülhündən, Fəth surəsindən danışırdıq. Çünki Hüdeybiyyə sülhü səbəb oldu ki, Allah təbarək və Teala fəth üçün böyük geniş qapı açsın. Həm Xeybərin fəthi üçün, həm də Məkkənin fəthi üçün. Və Fəth surəsi də məhz o əsnalardan nazil oldu. Yəni hicrətin 6-cı ilində nazil oldu Fəth surəsi və Fəth surəsində Hüdeybiyyə ilə bağlı, Hüdeybiyyədə baş verən Rizvan beyəti ilə bağlı orada Allah təbarək və Teala mühüm ayələr nazil edib, möminləri tanıtdırır, möminlərin xüsusiyyətlərindən danışır, imanın əlamətlərindən danışıb, Həzrəti Peyğəmbərə yardım etməyin, onu əziz tutmağın əhəmiyyətindən danışıb və vacibliyindən danışıb Fəth surəsində. Və keçən səfər Hüdeybiyyə sülhünün şərtlərindən biz danışdıq. İndi də Fəth surəsinin əvvəlincə ayələrindən istəyirəm ki, bir neçə ayə oxuyaq, onun təfsirini başlayaq. Bismillahirrahmanirrahim. İnna fətahna ləkə fəthan mubina. Biz sənə açıq, aydın fəthi nəsib etdik. Biz sənin üçün fəth etdik. Açıq, aydın fəth. Bu fəthin nədən ibarət olması təfsirdə bəllidir. Yəni, ya Hüdeybiyyə sülhüdür, ya Məkkənin fəthidir, ya Xeybərin fəthidir. Hər halda bu üç fəth qeyd olunub, amma əsas etibarilə Hüdeybiyyə sülhünün üstündə dayanırlar. Çünki Hüdeybiyyə sülhü səbəb oldu ki, həm Məkkənin fəthi üçün zəmin yaransın, həm Xeybərin fəthi üçün zəmin yaransın. Əsasən, Həzrəti Peyğəmbər bu sülhdən sonra mühüm işləri icra etdi. Məsələn, dünya padşahlarına Rəsul-i Əkrəm bu sülhdən sonra rahatlıq vardı artıq. Yəni, daxili nisbi rahatlıq var deyə başladı xarici məsələlərdən məşğul olmağa. Çünki daxildə sabitlik olmasa, sülh, əmin-amanlıq olmasa, arxayınlıq olmasa, insanın fikri, zikri çox da xariclə məşğul ola bilmir. Həzrət Əli əleyhissalamın dönəmində daxili müharibələr imkan vermədi ki, Həzrət Əli əleyhissalam İslam torpaqlarını genişləndirsin. Baxmayaraq ki, Həzrət Peyğəmbərin dönəmində Həzrət Əli əleyhissalam mühüm yerlər fəth etmişdir. Məsələn, elə Xeybərin fəthi o qəbildəndir. Xəndəkdə o qələbəyə səbəb olan döyüş Həzrət Əlinin sayəsində idi. Üfüddəki Peyğəmbərin qorunması Həzrət Əlinin sayəsində idi. Yəmənin fəth olunması Həzrət Əlinin sayəsində idi, kumandalığı altında baş vermişdi. Amma Həzrət Əleyhissalam xilafəti dönəmində isə daxili müharibələr, daxili çəkişmələr imkan vermədi ki, Həzrət Əleyhissalam İslam torpaqlarını genişləndirsin. Yəni, daxildə sabitlik yaratmağa çalışırdı. Həzrət Peyğəmbər nisbi bir sabitliyə nail oldu Hüdeybiyyə sülhünə. 10 il müqavilə şərtlərinə əsasən 10 il sülh olmalı idi. Və böyük bir fürsət yarandı. Ona görə Həzrət Rəsul-i Əkrəm başladı xarici məsələlərlə məşğul olmağa, xarici siyasət yürütməyə. İlk dəfə dünya padşahlarına orada məktub göndərdi. Fars imperiyasına, Sasani imperiyasına məktub göndərdi. Bizans imperiyasına məktub göndərdi. Həbəşistana məktub göndərdi, Misirə məktub göndərdi, Suriyaya məktub göndərdi. Yəni, ətraf o dövr ki, böyük həm hegemon qüvvələrə, həm də onların vassallarına, yəni onların tabiçiliyində olan dövlətlərə Həzrət Rəsul-i Əkrəm məktublar göndərdi və o məktublarda nələr yazılıb, indi də tarix kitablarında qeyd olunub ki, Həzrət Peyğəmbər hansı padşaha necə müraciət edib. Və padşahların da Peyğəmbərə reaksiyası necə oldu, o da kitablarda qeyd olunub. Ona görə deyirlər ki, biz sənə açıq, aydın fəthi nəsib etdik dedikdə məqsəd Hüdeybiyyədir. Çünki Hüdeybiyyə səbəb oldu ki, yenə deyirəm, digər fəthlər olunsun, fəthlər üçün zəminə yaransın.
Biz sənə açıq aydın fəthi nəsib etdik, Həzrəti Peyğəmbərə buyurur. Sonra maraqlı bir cümlə buyurur. Maraqlı bir cümlə buyurur. Buyurur ki, biz sənə açıq-aşkar fəthi nəsib etdik. Düzdür ki, bəzi insanlar bunun fəth olmasını, yəni Hüdeybiyyənin fəth olmasını başa düşmürdülər, anlamırdılar. Keçən səfər də qeyd etdik. Bəziləri də etiraz edirdi Peyğəmbərə ki, sən axı demişdin, biz gedərik, Məkkəyə daxil olarıq filan, bəs məkan, bəs nə oldu? Gedə bilmədik. Peyğəmbər də buyurdu ki, niyə? Mən demişdim, Allah bunu yuxuda mənə göstərdi. Ayədə də, Fəth surəsinin ayəsində də var ki, biz bu yuxunu haqq olaraq Peyğəmbərə göstərdik və siz Məkkəyə daxil olacaqsınız, əminamanlıq şəkildə. Amma bəziləri bunu hələ başa düşmürdü. Yəni biz zahirən uduzmuşuq, zahirən bizi qoymadılar Məkkəyə daxil olaq, ziyarət eləyək. Zahirən bizə elə şərtlər irəli sürüblər ki, Hüdeybiyyə sülhündə bizim əksimizə, ziddimizədir bəzi sülhün bəzi şərtləri. Amma əsas məsələ, əsas hədəfi unudurdular ki, yəni əsas məqsəd, əsas hədəf budur ki, əvvəla müşriklər səni rəsmi şəkildə qəbul ediblər. Sənə sülhün təklifi nə deməkdir? Artıq səni bir güc kimi, bir qüdrət kimi rəsmən tanıyırlar səni. Hansı ki, bundan əvvəl ümumiyyətlə sənin varlığını qəbulləmirdilər. İndi səni tərəf müqabili kimi qəbul edir. Yəni, əslində, müsəlmanların, Peyğəmbərin ən böyük uğuru bu idi. Peyğəmbər bunun üstündə dayanmışdı. Yəni, onlar bizi artıq bir güc kimi, bir tərəf müqabili kimi qəbul ediblər. Bunu dəyərləndirmək lazımdır. O şərtlər nə olursa olsun, o dəyişə də bilər. O zaten çox da getmədi. 2 ildən sonra Peyğəmbər getdi, Məkkəni fəth etdi. Bəziləri başa düşmürdülər. Deyirdilər ki, mə həzəl fəth, ləqəd sudidna anil beyt və sudda hədiyuna. Bu necə fəthdir ki, biz gedə bilmədik, beyti ziyarət eləyə bilmədik, Məkkəni. Və qurbanlarımızı da kəsə bilmədik orada. Həzrəti Peyğəmbər orada Hüdeybiyyədə qurbanlarını kəsdi, saçını qıxdı və əmr etdi ki, burada hər kəs qurbanını kəssin, geri dönürük. Deyir ki, bu necə fəth ola bilər? Allah deyir, inna fətəxna ləkə fətxan mubina. Biz sənə açıq-aşkar fəthi nəsib etdik. Allah Quranda belə ayələr nazil edir. Amma bunlar isə, bəziləri isə deyir ki, bu necə fəthdir ki? Bunun harası fəthdir? Həzrəti Peyğəmbər bu sözü eşidəndə buyurdu ki, bi'səl kəlamu hada. Nə pis söz dedin sən? Bu deyir, ən böyük fəthdir. Hüdeybiyyə və onun sülhü ən böyük fəthdir. Fəth bir üstə zəfər deməkdir, fəth. Bir yerə gelsən, qalib gəlirsən, oranı alırsan, ona fəth deyirlər. Fəth yarmaq deməkdir, bilirsiniz. Fəthə açmaq, Fatihə o sözdən də fəthə açmaq, arası yarmaq demək. Bir yerə zəfər çalırsan, oranı alırsansa ona fəth deyərlər. Ona görə Fatih o sözdəndir. Fatih yəni qalib. Bu ən böyük fəthdir. Müşriklər razı oldular ki, artıq sənə hücum etməsinlər. Hansı ki, bundan əvvəl onlar sənə hücum eləmək istəyirdilər. İndi sənə razılıq veriblər ki, sənə hücum eləməsinlər. Və zor tətbiq etməkdən boyun qaçırır. Artıq bundan sonra zor tətbiq etmək istəmirlər. Əvvəl məruz qaldıqları bütün narahatlıqlara baxmayaraq təcavüzü tərk etməyə meyl göstərirlər. Bu fəthdir. Bizim məqsədimiz odur ki, o təcavüz eləməsin o. Müharibələrə yol açmasın. Peyğəmbər onun cavabında bunu buyurdu. Ona görə Allah Təbarək və Teala bu hadisəni ən böyük fəth, açıq aydın fəth kimi dəyərləndirir. Və ayə də, Fəth surəsi də orada nazil olur ki, İnna fətəxna ləkə fətxan mubina. Biz sənə açıq aydın fəthi nəsib etdik. Ardınca çox maraqlı bir söz buyurur. Buyurur, لِيَغْفِرَ لَكَ اللّٰهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا وَيَنْصُرَكَ اللّٰهُ نَصْرًا عَزِيزًا. Peyğəmbər, Allah sənə aid edilən əvvəlki və sonraki günahları bağışlasın deyə. Neymətini sənin üçün
tamamlasın deyə, səni düz yola yönəltsin deyə və sənə yenilməz bir qələbə nəsib etsin deyə bu fəthi sənə nəsib eləyib, açıq-aşkar fəthi. Deməli, buyurur ki, biz sənə açıq-aşkar fəthi nəsib etdik. Nə üçün? Səbəb nədir, məqsəd nədir? Bir, sənin günahlarını bağışlayaq. Baxın, liyəğfirə ləkəllah, yəni ona görə ki, Allah bağışlasın sənin üçün mə təqəddəmə min zənbikə, sənin keçmiş günahları bu, və mə təəxxər və sonraki günahlar. Diqqət edin. Və yutimmə ni'mətəhu aleyk, istəyir sənə neymətini tamamlasın. Hələ neymət tamam olmayıb. Hicrətin 6-cı ilidir, hələ də neymət tamam olmayıb. Yəni, Allah demir ki, mən neymətini tamamladım. Bu, bir çox ayələrdə, qiblənin dəyişdirilməsi məsələsində də var idi. Allah istəyir neyməti tamamlasın. Yəni, hələ neymət tamam olmayıb. İndi də buyurur, Allah neyməti sənə tamamlasın deyə bu fəthi sənə nəsib elədi. Neymətin tamamlanması harada, haçan oldu? Qədirxunda Allah təbarək və təala orada Maidə surəsinin 3-cü ayəsini nazil etdi ki, Həzrəti Əleyhisselamın vilayəti ilə neymət tamamlandı. Bugün deməli, dinimi kamil etdim, neymətimi sizə tamamladım və İslamdan razı qaldım. Və o gün Allahın neyməti tamamlandı. Yəni, imamət xətti ilə Allahın neyməti tamamlandı. Nəinki söhbət maddi neymətlərdən geçsin, yox. Burada buyurur, neyməti sənə tamamlayır və səni düz yola yönəltmək üçün bu fəthi sənə nəsib etdi və bir də sənə çox yenilməz bir qələbə nəsib etsin deyə. Yəni, ondan sonra heç kəs sənə qələbə çala bilməyəcək. Bu məsələlər aydındır. Bəli, fəth olunarsa, bəli, neymət tamamlana bilər. Fəth olunarsa, həqiqətən də çox düzgün bir yola insan yönəlir, öz xəttini, öz məqsədini bundan sonra bilir. Bəli, fəth insan qələbə çalarsa, fəth qazanarsa, yenilməz bir qələbə qazanmışdır. Ondan sonra heç kəs səni yenə bilməz. Bunlar aydındır, bunların fəthlə əlaqəsi var, amma günahların bağışlanmasının fəthlə nə əlaqəsi var? Özü də hansı tonda Allah buyurur, sənin keçmiş və gələcək günahların. Əvvəla, Peyğəmbər bəyəm günahkardır, Peyğəmbərin günahı var idi bəyəm. Axı biz deyirik, Peyğəmbər məsumdur. Elə deyil, Peyğəmbərlər hamısı məsumdur, imamlar, əhl-i beyt məsumdur. Onların günahı yoxdur ki, onlara deyilsin. Sənin özü də keçmiş və gələcək. Belə çıxır, keçmişdə də günah sahibi olub. Gələcəkdə də hələ günah sahibi olacaq. Bu necə başa düşüləndir? Günahsız birinə bunu demək nə dərəcədə düzdür? Bu bir. İkinci məsələ, fəthlə günah bağışlanma arasında nə əlaqə var? İnsan günahkardırsa, nə etməlidir? Tövbə etməlidir. Tövbədir günahları bağışlatdıran. İnsan peşman olur. Tövbə eləyir, deyir ki, ilahi, bağışla məni, mən bilməmişəm. Əgər kiməsə haqsızlıq eləyibsə, gedir, haqqını da ödəyir, üzrünü də istəyir. Bunun da günah bağışlanar. Bu fəthlə günahın bağışlanması arasında nə kimi fərq var? Bu iki. Üç, yaxşı bir insan məsələn günahkardırsa, keçmişdə günah eləyibsə, onun günahını bağışlayır. Bunu başa düşdük. Keçmişdə günahını bağışlayır. Başa düşmür, gələcək günahı nə deməkdir? Bu günah üçün yaşıl işıq yandırmaq deyil. Yəni, narahat olma, dayı, gələcəkdə də nə etsən, narahat olma, Allah səni bağışlayacaq. Günah üçün yaşıl işıq yandırırsan sən. Bu necə başa düşülür? Bu, gələcək günah deyəndə nə nəzərdə tutulur? Bunlar hamısı suallardır və çoxlu cavablar veriblər. Bəziləri hətta elə irəli gediblər ki, elə qabağa gediblər ki, Peyğəmbəri nauzubillah günahkar hesab ediblər. Peyğəmbərə günah nisbəti veriblər ki, o Peyğəmbər də günah edirmiş filan. Hətta düz deyirlər ki, vəhyin çatdırılmasında günahkar deyil, amma şəxsi işlərində bəzi xətaları vardı, günahları vardı filan. Bu cür gedirlər. Özdə bu ayəyə istinad eləyirlər. Çox maraqlıdır. Amma bu ayə
biz əgər normal şəkildə yanaşsaq görürük ki, yox, bu günahın bağışlanmasıyla fəthin əlaqəsi var burada. Bunu tapmaq lazımdır. Buyurur, biz sənə açıq aydın fəthi nəsib etdik. Ona görə ki, li burada bir sözdə səbəbiyyət bildirir, illət bildirir, li bağlayıcı. Liyəğfira. Ona görə ki, o səbəbdən ki, Allah bağışlasın sənin keçmiş və gələcək günahları. Fəthi əlaqələndirir, bağışlanmağa əlaqələndirir fəthlə. Yəni, o fəth olmasaydı, bu bağışlanma olmayacaqdı. Fəth olub deyə ardınca bağışlanmağı gətirir. Bu əlaqə tapılmalıdır. Bu əlaqəni tapmadan sən gedib Peyğəmbərə günah nisbəti verəsən. Axı, bu ayənin o məsələlərə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, bu ayənin günahla heç bir əlaqəsi yoxdur. Burada günah deyəndə də söhbət hansı günahdan gedir? O da bir mövzudur ki, söhbət hansı günahdan gedir? Deməli, biz burada başa düşürük ki, bəli, fəth səbəb oldu ki, Peyğəmbərin keçmiş və gələcək günahları bağışlansın. İndi burada ən yaxşı izah nədən ibarətdir? Bunu həm təfsir-i nümunədə biz görə bilərik bu izahı, həm təfsir əl-mizanda görə bilərik bu izahı, həm Cavadi Amilinin təsnim təfsirində görə bilərik. Bütün şiə alimlərinin, müfəssirlərinin təfsirində, izahında siz bunu görə bilərsiniz. Ki, yəni, bunu birbaşa fəthlə əlaqələndirib və İmam Rıza əleyhissalamdan da və digər imamlarımızdan da bu mövzuda hədislərimiz var, izahlarımız var imamlardan ki, yəni burada söhbət Peyğəmbərin günahlarından yox, söhbət Məkkə cəmaatının nəzərində olan günahlar. Yəni, oradan söhbət onlardan gedir. Yəni, Məkkə cəmaatının nəzərində Peyğəmbər günahkar idi. Məkkə cəmaatının nəzərində. Məkkə cəmaatının nəzərində Peyğəmbər, bəli, müharibələrin səbəbkarı Peyğəmbər idi. Məkkə cəmaatının nəzərində onların ata-babalarının dininə qarşı çıxmış və tamamilə əks və zidd bir ideologiya gətirən şəxs Peyğəmbər idi. Məkkə cəmaatının nəzərində onların arasında təfriqə salan insan Peyğəmbər idi. Və bu müharibələrə səbəbkar olan şəxs kim idi? Peyğəmbər idi. Adətən inqilab eləyən yeni bir xət, yeni bir fikir yaradan insanlar adətən bu şayələr, bu tənqidlərlə üzləşirlər. Ta ki, bəziləri tez tənqid eləyir, bəziləri tənqid eləmir, gözləyir, hələ görüm nə olacaq. Qələbə çaldısa, onun tərəfini tutur. Yox, məğlub oldusa, ki, gördünüz, deyilənlər düz imiş. Belə. Bəziləri, məsələn, tənqid eləyir ki, bəs əvvəlcədən tənqid eləyir. Bu belədir, filan kəs belədir, təfriqə saldı, günahkardır, nə bilim nədir. Amma qələbə çalandan sonra deyir ki, mən səhv eləmişəm, mən yanlış eləmişəm. Amma o şəxs məğlub olsa, dərhal nə deyir? Mən demişdim axı bu belədir. Bu cürdür. Yəni, dünyada kimlər bir inqilab eləyirsə, təzə bir xət yaradırsa, təzə bir fikir yaradırsa, o insanlar bu cür tənqidlərə, bu cür deməli, hücumlara məruz qalır. Peyğəmbər də həmçinin. Peyğəmbər onların bax bu cür tənqidlərdən məruz qalmışdı. Halbuki Peyğəmbər yeni bir ideologiya gətirmişdi. Saf, pak, İbrahimi bir dini təzələmək istəyirdi. Hansı ki, əslində ərəblərin də ata-babalarının dini İbrahim dini idi. Bunlar bütpərəstliyə sonra dönmüşdülər. Həzrəti Peyğəmbər təvhid gətirmişdi, bütpərəstliyi tənqid eləyirdi. Və bütün müharibələrə səbəb Peyğəmbər deyildi, əksinə. Bunlar Peyğəmbəri öldürmək istəyirdilər, bunlar Peyğəmbərə imkan vermədilər, hər cür deməli, olmazın işlərinə əl atmışdılar. Amma buna baxmayaraq, yenə də Peyğəmbər idi günahkar bunların
nəzərində, bunların fikrinə görə. Amma fəth ki gəldi, Peyğəmbər Məkkəni ki fəth etdi, ondan sonra hamını bağışlayanda, o Məkkə cəmaatı başa düşdü ki, bu şəxsiyyət əslində məqsədi heç kəsi öldürmək, heç kəsi didərgin salmaq, heç kəsə zülm etmək deyilmiş. Bu gəldi, qüdrət bunun əlindədir, güc bunun əlindədir. Biz də günahkarıq, onunla müharibə etmişik. Təsəvvür elə ki, Peyğəmbərin əmisini öldürüblər, Peyğəmbərin yaxınlarını öldürüblər. Hər cürə zülm ediblər Peyğəmbərə. Peyğəmbərin 100% haqqı var ki, qisas alsın. Amma Məkkənin fəthində heç kəsdən qisas almadı. O, onun əleyhinə döyüşdə iştirak edən hər kəsi bağışladı. Onda başa düşdülər ki, günahkar bu şəxs deyil. Elə bir ki, bir şəxs barəsində o qədər pis şeylər danışasan, sonra o elə bir hərəkət edir ki, insan utanır. Utanır ki, yəni mən düz eləməmişəm. Fəth də belə oldu. Bunlar o təbliğat aparırdılar, Peyğəmbər əleyhinə aparırdılar. Ən günahkar, ən mənfur şəxs Peyğəmbər idi bunların zehnində, bunların təsəvvüründə. Amma Peyğəmbər gəldi Məkkəni fəth edəndən sonra hamını bağışladı. O aydat. Biz səhv eləmişik. Peyğəmbər onlara buyurdu. Mən sizinlə necə rəftar edim? Dedilər, sən alicənab insanların övladısan. Məkkə cəmaatı Peyğəmbərə dedi. Sən alicənab insanların övladısan. Peyğəmbərin babaları Məkkənin alicənab insanları idi. Peyğəmbər buyurdu ki, bəli, mən bugün sizə Yusif Peyğəmbərin öz qardaşlarına dediyi sözü deyirəm. Ki, heç bir günahınız yoxdur, heç bir danlaq yoxdur sizə, Allah sizi bağışlasın. Yusif Peyğəmbər öz qardaşlarına belə demişdi. Deyir, mən də o sözü sizə deyirəm. Yəni, siz mənim qardaşlarımsınız, mənim barəmdə zülm eləmişsiniz, əmmimi öldürmüşsünüz, yaxınlarımı öldürmüşsünüz, az qala özümü də şəhid eləyəsiniz. Amma mən Yusif Peyğəmbərin öz qardaşlarına dediyi sözü sizə deyirəm. Allah sizi bağışlasın. İzhəbu və entumut tulaqa. Gedin, sizi azad edirəm. Siz azad olunmuşsunuz. Ona görə xanım Zeynəb Yezidin məclisində dedi ki, ey tülaqaların övladları, tülaqa həmən Peyğəmbərin o sözü idi. Gedin, və entumut tulaqa, siz azad olunmuşsunuz. Siz mənim babam tərəfindən azad olunmuşların övladısınız. Xanım Zeynəb deyir Yezidgilə. Siz mənim babam tərəfindən, Peyğəmbər tərəfindən azad olmuşların övladısan. İndi sən gəlib bizi əsir edirsən. Mənim babam sizin babalarınızı bağışlayıb. Və həmən o günahlar idi. Yəni, Məkkə xalqının zehnində əgər o fəth olmasaydı, Peyğəmbər Allah eləməmiş məğlub olsaydı, Məkkə cəmaatının Peyğəmbər barəsində bütün dedikləri hamısı indi tarixdə yazılmış. Bütün təsəvvürləri doğruya çıxardı. Qayda belədir, hər zaman da belə olacaq. İndiyə qədər də belə olub, bundan sonra da belə olacaq. Çünki qələbə yoxdursa, istər-istəməz deyilənlər hamısı öz əksini tapırdı. Tarixdə belə zəbt olunur. Tarixə belə keçir. Amma o Məkkə fəthi səbəb oldu ki, bu deyilənlərin hamısı alt-üst olsun. Necə ki, elə ümrə ziyarəti də Hüdeybiyyə ki, biz orada dedik ki, Hüdeybiyyədə qarşısı alındı. Müsəlmanlar gedirdilər Məkkənin ziyarətinə. Bu özü də bir dənə onların təsəvvürlərinin alt-üst edilməsi idi. Məkkə cəmaatı, Məkkə Peyğəmbərin düşmənləri bütün ərəb qəbilələrə yaymışlar ki, Peyğəmbər Məkkə ilə düşməndir. O, ümumiyyətlə, Məkkəni heç qiblə kimi də qəbulləmir. Əvvəl bu təbliğat var idi. Çünki ilk qibləmiz Beytül-Müqəddəs idi axı, Qüdsidir.
Ona görə onlar bundan da istifadə edirdilər. Amma hicrətin 2-ci ilində qiblə dəyişildi. Bunlar bu təbliğatı qoydular kənara. Və bunun adını tutmadılar. İndiyə qədər deyirlər ki, bu Kəbə ilə düşməndir, Kəbəni qiblə bilmir, Qüdsü, Beytül-Müqəddəsi qiblə bilir. Hicrətin 2-ci ilində ki, qibləmiz dəyişildi Allah tərəfindən, Məkkə qiblə elan edildi. Bu təbliğat getdi. İndi deyirlər ki, Peyğəmbər öz ata-babalarının gətirdiyi heç bir dəyərə önəm vermir. İbrahimdən qalmış həcc ziyarətini ümumiyyətlə qəbul etmir. Onun dinində həcc ziyarəti deyilən bir şey yoxdur filan. Bu cür təbliğat aparır da istər-istəməz ərəblər üçün əziz olan Kəbə evinə bu cür münasibət istər-istəməz onlara xoş deyildi. Ona görə nifrət edirdilər. Onların təsəvvürlərində, onların ümumiyyətlə düşüncələrində Peyğəmbərə qarşı bir nifrət vardı. Yəni Kəbəni necə sevməyə bilərsən? Kəbə ki, Peyğəmbər onu qorumaq üçün əbabil quşlarını göndərmişdi. O Əbrəhənin qoşunlarını məhv etmişdi. Bütün bunlar onların zehnində idi. Bu necə ola bilər ki, bu Allah evinə qarşı bu cür davransın filan? Bu cür təbliğat aparırlar. Amma Allah əmr etdi ki, get ümrə ziyarətinə, Məkkə ziyarətinə. Bu elə bir ki, onların o təbliğatlarının hamısını alt-üst etdi. İndi bu səfər Peyğəmbər öz tərəfdarlarını götürüb Məkkəyə ziyarətə getmək istəyir. Müşriklər Hüdeybiyyədə onların qarşısına alıb qoymurlar onları Kəbənin ziyarətinə. Təbliğat tamamilə əks oldu. Onların apardığı o təbliğat bu səfər öz əleyhlərinə oldu. Bəs sən dünənə qədər deyirdin ki, bunlar Kəbəni saymır, Kəbəni qəbul etmir. Amma indi bunlar Kəbənin ziyarətinə gəlmək istəyir. Siz qoymursunuz onları. Siz qaytardınız onları. Bu elə bir ki, ətraf qəbilələrin bütün düşüncələrini dəyişdirdi. Peyğəmbər Məkkənin ziyarətinə gedib, Müsəlmanlar Məkkənin ziyarətinə gedib, müşriklər qoymayıblar. Məkkə cəmaatı qoymayıb onları. Görürsünüz, öz təbliğatları alt-üst oldu. Bütün bu günahlardır da insanların zehnində o təbliğatlar öz işini görmüşdü. Kulminasiya nöqtəsi Məkkənin fəthi oldu. Kəbə ki, Məkkə ki, fəth olundu, Peyğəmbər hamısını bağışladı, onların zehnində o bütün o günahlar getdi. Həm keçmişdə Peyğəmbər üçün təsəvvür etdikləri günahlar, həm də gələcəkdə ki, Peyğəmbər barəsində əgər o fəth olmasaydı nələr düşünərdilər, onlar hamısı alt-üst oldu. Ona görə buyurur ki, biz sənə açıq-aydın fəthi nəsib etdik, ona görə ki, sənin keçmiş və gələcək günahların bağışlansın deyə. Bu eyni ilə nəyə oxşuyur? Həzrəti Musa Peyğəmbər də belə bir halla rastlaşdı. Bilirsiniz ki, Həzrəti Musa Peyğəmbər şəhərə daxil olanda, Qəsəs surəsindədir, şəhərə daxil olanda, Şüəra surəsindədir bu. O hadisə Qəsəs surəsindədir, amma indi deyəcəyim söz Şüəra surəsindədir. Şəhərə daxil olur, 2 nəfər savaşırdı bir-biri ilə. Quran buyurur ki, hədə min şiatihi və hədə min aduvihi. Biri Musanın şiəsi idi, biri də Musanın düşməni idi. Yəni şiə sözü əvvəlki peyğəmbərlərin tərəfdarlarına da verilmiş bir ad idi. Məsələn, Allah Teala buyurur ki, Nuhun şiələrindən biri İbrahim idi. Orada da Nuhun tərəfdarı, Nuhun o təbliğatçılarından biri İbrahim idi. Yəni, İbrahim özü şiə adlanır Quran-ı Kərimdə. Görürsən, bəziləri şiə kəlməsinin Quranla heç bir aidəti olmamasını iddia eləyirlər, amma onlar səhv eləyirlər. Quran-ı Kərimdə Peyğəmbərlərin özü də, İbrahim Peyğəmbərin özü şiə adlanıb və Musa Peyğəmbərin tərəfdarları da şiə adlandırılıb. Buyurur ki, Musa Peyğəmbər şəhərə gələndə 2 nəfər dalaşırdı. Biri hədə min şiatihi və hədə min aduvihi. Biri Musanın şiəsi idi, biri Musanın düşməni idi. Fəstəğafəhulləzi min şiatihi alə aduvihi. O şiə, yəni Musanın tərəfdarı Hz. Musa'dan kömək istədi düşmənə qarşı. Biri Fironun tərəfdarı idi, Musanın düşməni idi. Qibti deyirlər də, Qibtilər. Yegipt o sözdəndir də, Qibti. Həmən Qibti, Fironun tərəfdarı elədi, kömək istədi. Hz. Musa Peyğəmbər gəldi, biraz dillə danışdı falan. Xeyri olmadı, zülm eləyirdi, vururdu bunu. Hz. Musa Peyğəmbər məcburən bir yumruq vurdu ona. Bir yumruq vurdu, o da öldü. Tərsliyə bax da sən.
bu şəxs indi inqilab etməlidir, bu peyğəmbərlik etməlidir, bu xalqı dəyişdirməlidir, bu şey etməlidir. Gəlib bu tərəfdən də bir dənə yumruğa birini öldürür gedir. Vəziyyət dəyişir, şəhər dəyir bir-birinə. Musa peyğəmbər barəsində qətl fərmanı imzalayırlar falan, az qalan öldürsünlər orada. Yəni, təsliyə vaxtda. Bunlar hamısı Allahın təqdiridir. Yəni, Həzrət Musa peyğəmbər ondan sonra gedib Şüayb peyğəmbərin yanında qalmalıydı. 10 il orada dərs, onun o peyğəmbərlik ailəsində dərs oxumalıydı, mənəviyyat dərsi. 10 ildən sonra o qayıtmalıydı, Allah onu peyğəmbər seçməliydi. Hələ peyğəmbər deyildi ya bu şeylər baş verəndə. İndi Allah Teala onu peyğəmbər seçib, 10 il keçdi, gəldi. Allah Teala onu peyğəmbər seçib, deyir ki, get Fironun üstünə. Burada Hz. Musa peyğəmbər Şuara surəsində buyurur ki: "Və lehum aleyye zənbun fa axafu an yaqtulun." Deyir, onların nəzərində mənim boynumda bir günah var. Yəni onlara görə mən günahkaram. Qorxuram ki, məni öldürsünlər. Yəni bir nəfər öldürmüşəm, Fironçu idi. Bir nəfər öldürmüşəm. Buna görə Hz. Musa'nın qətl fərmanını çıxartmışdılar. Firon imzalamışdı ki, onu öldürün. Çünki o bir Fironçunu öldürüb. Hz. Musa peyğəmbər ona görə deyir ki, onlara görə mən günahkaram. Siz burada özünü günah. Həmən o təsəvvürdür ki, Allah Teala burada peyğəmbərə buyurur ki, fəthi sənə nəsib etdim ki, sənin keçmiş və gələcək günahların bağışlansın. Halbuki Hz. Musa peyğəmbər günahkar değildi. O zalim vururdu onu, zülm eləyirdi. Bu da nə qədər çalışdısı xeyri olmadı. Hz. Musa peyğəmbər nə qədər çalışdısı xeyri olmadı. Məcburan bir yumruq vurdu ona. O da ki, öldürmək qəsdi ilə yox. Ki, bu zülmə son qoysun deyə. Bir dənə yumruq vurdu ona. Tərslikdən, təsadüfən o da öldü bu yumruqla. Hansı burada Musa peyğəmbərin heç bir günah. Yəni, müasir cəza qanunlarında da yəni buna ölüm düşmür. Çünki bu öldürmə məqsədi ilə eləməyib bunu. Bu təsadüfən ölümdür. Bir yumruqdan çünki heç kəs ölmür. Ona görə Hz. Musa peyğəmbərin heç bir günahı yoxdur. Amma Musa peyğəmbər nə deyir? Deyir ki, onların nəzərinə görə mən günahkaram. Qorxma, məni öldürsünlər. Allah Teala isə buyurur ki, qorxma, mən sənin arxandayam və sənə möcüzə verəcəyəm. Açıq aydın möcüzə verəcəyəm və o möcüzələrimlə get Fironun üstünə. Bax, yəni əvvəlki peyğəmbərlər barəsində də o təsəvvür var idi ki, bu günahkardır, bu qatildir, bu öldürülməlidir. Amma ta ki, məsələ aydın olana qədər, ta ki, həqiqət üzə çıxana qədər. Bu peyğəmbərin də günahsızlığı Məkkənin fəthində, Hüdeybiyyə sülhündə, ondan sonraki məsələlərdə tam aydın oldu. Allah da onu deyir. Çünki görürsünüz, burada bağışlanmağı, günahın bağışlanmağı fəthlə əlaqələndirib. Fəthi sənə nəsib etdim ki, günahlar bağışlansın. Yəni fəth olmasaydı o günahlar bağışlanmazdı. Onlar həmişə səni günahkar bilərdilər. Allah Teala inşallah bizi Həzrəti Peyğəmbəri, həqiqəti başa düşənlərdən, anlayanlardan qərar versin inşallah.